Hər vaxtınız xeyir əziz izləyicilər. Respublika qəzetinin 22 aprel 2025-ci il buraxılışı ilə bugün birgə tanış olacaq. Sizinlə mənəm, Ləman Təhməz. Bugünkü nömrəmiz 16 səhifədən ibarətdir. Qəzetimizin ilk səhifəsində isə Azərbaycan Prezidenti İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib başlıqlı məlumat yer alıb. Müsahibə ilə tanış olmaq üçün isə qəzetimizin ikinci səhifəsinə baxa bilərsiniz. Liderlik missiyası uğurla icra edilir. Enerji ixracında yeniliklər var başlıqlı məqalədə 3-cü səhifəmizdə yer alıb. Azərbaycanın artan nüfuzu, onun keçmişdən bugünə qurub yaratdığı etimad mühiti təşkilatçısı, iştirakçısı və təminatçısı olduğu mega layihələrin, qlobal miqyaslı işlərin bəhrəsidir. Zəngin təbii resurslara sahib ölkəmizdə dünyanın bir çox güc mərkəzləri əməkdaşlıq edir. Həmçinin yerləşdiyimiz coğrafi mövqeyin geosiyasi və iqtisadi imkanları Azərbaycanın bu xüsusdakı cəlbediciliyini daha da artırır. Məlumdur ki, yeni dünya düzənində enerji xəritələri, tranzit yolları, qarşılıqlı əməkdaşlıq dəyişir. Şərqlə Qərbin kəsişməsində yerləşən ölkəmizin məhz bu çərçivədə regional lider dövlət statusu daşıması bir çox dividendlərin qazanmasını mümkün edir. Bugünkü nömrəmizin 4-cü səhifəsində isə tarixi, milli, mədəni və dini bazisliyi konsepsiya başlığı ilə olduqca əhatəli və maraqlı bir məqalə dərc edilib. Bu məqalənin alt başlıqları ideologiyanın əsas istəyi və komponentləri alt başlığında qeyd olunur ki, milli ideologiyamızın ulu öndər tərəfindən müəyyənləşdirilən ən mühüm istiqamətlərindən və komponentlərindən biri də özlüyündə dil, din, adət-ənənə kimi tərkib hissələrindən ibarət mürəkkəb daxili struktura malik olan milli mənəvi dəyərlərdir. Çünki ölkəmiz müstəqillik əldə etdikdən sonra müasir sivilizasiyaya qoşulmaq üçün keçid dövründə düzgün inkişaf strategiyası seçmək, həm də milli mənəvi dəyərləri qoruyub saxlamaq mükəmməl siyasi səriştə tələb edirdi. Ulu öndər məhz bu baxımdan milli ideologiyanın əsas istiqamətlərinin müəyyənləşdirilməsi, onun mükəmməl elmi konsepsiyasının yaradılması və həyata keçirilməsi sayəsində xüsusi əzmkarlıq göstərmişdir. 5-ci səhifəmizdə isə Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei'in məqaləsi dərc edilib. Bunu sizə təqdim edirik. Bu gözəl bahar fəslində mənə böyük bir şərəf nəsib oldu. Çin Xalq Respublikasının sədri Xi Jinping tərəfindən Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı 10-cu fövqəladə və səlahiyyətli səfiri təyin edildi. Çin və Azərbaycan strateji tərəfdaşdır. Son illər iki ölkənin dövlət başçılarının xüsusi diqqəti və birbaşa qayğısı nəticəsində Çin-Azərbaycan münasibətləri inkişafda müsbət dinamikanı qoruyub saxlayır. Azərbaycan bir kəmər, bir yol təşəbbüsünün birgə qurulmasında iştirak edən ilk ölkələrdən biri olmuşdur. Çin isə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutunun irəli aparılmasında fəal iştirak edir. Qəzetimizin 6-cı səhifəsində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfər edib başlıqlı yazı dərc edilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Vyetnama səfəri çərçivəsində aprelin 21-də bir sıra görüşlər keçirib. Leyla Əliyeva Hanoyda görmə qabiliyyəti məhdud şəxslər üçün məktəbdə olub. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Zoluşka operasının təqdimatında iştirak edib. Çin-Azərbaycan münasibətlərinə əsr olunan yazılarda 7-ci səhifəmizdə yer alıb. Çox qütblü dünyada iki qədim sivilizasiya əlaqələrini dərinləşdirir başlıqlı məqalədə qeyd olunur ki, Prezident İlham Əliyevin Çinə səfəri Bakı ilə Pekin arasında formalaşmaqda olan strateji simbiozun real geosiyasi manifesti olacaq. Bu səfər Azərbaycanın regional tranzit geocoğrafiyasından qlobal əməkdaşlıq arxitekturasına doğru transformasiyanı simvolizə edir. Səfərin nəticəsi olaraq Azərbaycan-Avrasiya superstrukturunun mühüm elementi olan orta dəhlizin əsas dayağı kimi Çinin Avropa və Mərkəzi Asiya istiqamətində strateji nəqliyyat və enerji axınlarına mərkəzi tranzit platformasına çevriləcək. Geoiqtisadi mərkəz rolu güclənəcək. Günün siyasi nəbzi qəzetimizin 8-ci səhifəsində tutulub. Orta dəhlizin ayrılmaz hissəsi başlıqlı yazı da bu hissədə verilib. Cənubi Qafqaz regionunun lider dövləti olan Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Ölkələrimiz arasında formalaşdırılmış münasibətlər, iqtisadi və strateji əlaqələr, tarixi köklər, ortaq dəyərlər, qarşılıqlı hörmət, qardaşlıq əsasında inkişaf edir. 9-cu səhifəmizdə Sarıcalı kəndinə köçlə bağlı bu köç azad yurda gedir başlıqlı yazı yer alıb. Sarıcalı kəndi işğaldan azad edildikdən sonra burada Azərbaycanlılara aid kütləvi məzarlıqlar aşkarlanıb. İşğaldan əvvəl kənddə 239 ailə, ümumilikdə 1024 nəfər əhali yaşayıb. Ağdam şəhərinin mərkəzində 6 kilometr məsafədə yerləşən bu kəndin təməli 2022-ci il oktyabrın 4-də Prezident İlham Əliyev tərəfindən qoyulub. Sarıcalı kəndi 1873 nəfər, yəni 425 ailə əhali üçün planlaşdırılıb. 10-cu səhifəmiz hadisələr kontekstində rubrikasına həsr edilib. Bu rubrikamızda Fransanın intervensiyonları başlıqlı məqalə dərc edilib. Avropa İttifaqı
ABŞ və müxtəlif təşkilatlar Gürcüstanın Avropa İttifaqına inteqrasiyası üçün şərt kimi xarici təsirlərin şəffaflığı haqqında qanunun ləğvini, yeni seçkilərin keçirilməsini və müxalifətə geniş imkanların verilməsini tələb edir. Lakin bu tələblər dəstək pərdəsi altında milli iradəyə qarşı yönəlmiş geosiyasi manipulyasiyadır. Siyasi hava proqnozu. Qərbdən güclü riyakarlıq gözlənilir. Başlıqlı məqalədə 11-ci səhifəmizdə yer alıb. Avropa İttifaqının borc bataqlığında olması reallığını ilk anlayacaq adamlardan biri məhz Nikol Paşinyan olmalıdır. Qərbin illərlə vəd etdiyi dəstək paketlər, revanşizm üçün yaşıl işıq və Ermənistanı regional gücə çevirmə nağılları artıq dağıdılmış miflərdir. Fransa 2020-ci ildən sonra Ermənistanı istifadə olunmuş proksi layihə kimi gündəmə gətirdi. Makron bu illər ərzində rəsmi İrəvana ümid verdi. Sülh prosesini sabotaj etdi, amma nəticədə geri çəkilib yalnız silah satışı ilə dəstək göstərməyə keçdi. 12-ci səhifəmizdə isə Türkiyədən xəbər var. İstanbulda Lalə dövrü başlıqlı yazı hadisələr kontekstində rubrikasında burada yer alıb. Həmçinin Türkiyədən göndərilən tinklər Qarabağda boy göstərəcək başlıqlı məqaləmizdə bu səhifədə dərc edilib. Qərbi Azərbaycan 20-ci əsrin bəlası deportasiya rubrikasına həsr olunan yazılarsa 13-cü səhifəmizdə dərc olunub. Vətən həsrəti bitəcək, qayıdış başlayacaq. Araz yurdu yaylağı, dağlarımız üçün darıxıram. Quş da qərib səyirmiş. Başlıqlı yazılar bu rubrikada öz əksini tapıb. Bölgələrdə intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti artırılır başlıqlı məqalə 14-cü səhifəmizdə sosial orientir rubrikasında yer alıb. Kənd Təsərrüfatı Naziri Məcnun Məmmədov Tərtər və Bərdə rayonlarında yerləşən intensiv bağçılıq və heyvandarlıq təsərrüfatlarının fəaliyyəti ilə tanış olub. Səfər çərçivəsində nazir əvvəlcə bağçılıq və əkinçiliklə məşğul olan Aqropate mövceyinin Tərtər rayonunun Kəngərli kəndi və Suqovuşan qəsəbəsində yerləşən təsərrüfatlara baş çəkib. Qəzetimizin 15-ci səhifəsində isə Murtuza Muxtarov haqqında iradəsi, zəhməti onu dünyaya tanıdıb başlıqlı məqalə dərc edilib. Azərbaycanın neft sənayesinin ilk nəsil maqnatlarından böyük əksəriyyəti Bakı kəndlərindən çıxmışdır. Hacı Zeynalabdin Tağıyev, Musa Nağıyev, Murtuza Muxtarov, Şəmsə Sədullayev və digər tanınmış şəxslər sahibkarlıq fəaliyyətlərində iki əsas xüsusiyyətə görə seçilmişlər. Murtuza Muxtarov da belə insanlardandır. Son səhifəmizdə isə maraqlı bir yazı yer alıb. 22 aprel Beynəlxalq Yer Günü. 22 aprel Beynəlxalq Yer Günüdür. Bugün sanki ana yerin səsinə qulaq asmaq, yaralarını məlhəm olmaq, torpağın, suyun, havanın ahəngindən ərsəyə gələn müqəddəs həyatı yenidən kəşf etmək çağırışıdır. Beləliklə, qəzetimizin son səhifəsi həm də hava haqqında məlumatla yekunlaşır. Bizim sizə bugünlük çatdıracaqlarımız bu qədər idi. Daha çox məlumat almaq üçün qəzetimizi izləməyi unutmayın.